Hamıya salam. Bu gün Java-da istifadəçisindən dəyər almağa baxacağıq. Bir də conditional statement-lara baxacağıq. Əmrinci istifadəçisindən dəyər almaq üçün scanner klassından istifadə olunur. Java util-dən gələn scannerdən və bura scanner bərabərdir new scanner və deyirəm system in. Siz hələ ki bunun yazılışına baxmayın. Bunu obyekt yönlü proqramlaşdırmaya keçəndə daha ətraflı baxacağıq bunun yazılışına. Təkcə yadda saxlamaq lazımdır ki, scanner belə yaradılır. Ondan sonra mən burada bir dənə scanner nöqtə deyirəm. İstifadəsindən dəyər almaq üçün next ilə başlayan metodlardan istifadə olunur və burada baxın müəyyən data type-lara uyğun metodlar var. Məsələn, elə əmrinci next-dən başlayaq. Next string dəyərlərini almaq üçün istifadə olunur. Məsələn, bunu daha səliqəli olsun deyə belə yazsaq. Enter your name. Daha sonra da name'i çapa verək. Kodu run verəndə baxın, bizim buradakı yazımız bura gəldi. Mən bura yazıram Salman. Bu gəlir. Burada tutulur, mənimsədilir bura. Enter vururam və your name Salman. Burada nə baş verdi? Ən birinci bizim bu mesajımız yazıldı. Bu mesaj yazılandan sonra burada Java məndən bir dəyər gözləyir. Scanner.next deyərək bu dəyəri alırıq. Baxın, burada yazılan gəlir düşür bura. Bu da onu ötürür name dəyişəninə. Və daha sonra aşağıda həmin name dəyişənini çapa verirəm. İndi mən belə bir şey eləyirəm. Məsələn, mən bunu dəyişirəm, eləyirəm full name. Bunu da deyirəm full name. Bunu da deyirəm full name. Kodu təzədən run verirəm. Mən bu səfər burada deyirəm ki, Salman Salmanov. Bu səfər enter vuranda baxın, yenə Salman gəldi. Buradakı problem bu next-lə bağlıdır. Bu next sadəcə boşluğa görə ayırır. Yəni ilk boşluğa qədər olan bütün stringləri götürür. Əgər belə desəydim mən bura Salman Salmanov, baxın bu səfər götürür, çünki boşluq yoxdur. Mən istəsəm ki, boşluğa görə olmasın, yəni burada yazdığım hər şeyi götürsün, onda scanner.next yox, next line istifadə olunur. Kodu təzədən run versəm, Salman Salmanov desəm, baxın, bu səfər boşluğa falan baxmadı. Birbaşa götürdü bu stringi, mənimsətdi bizim full name dəyişənimizə və onda arxada çapa verdik. Təkcə string almırıq, başqa dəyərlər də ala bilirik. Məsələn, mən burada desəm ki, enter your age. Və burada deyirəm ki, int age bərabərdir scanner.next int. Burada nə yazıramsa, next'in də axırında adətən o olur. Və burada deyirəm age. Mən bura run verirəm. Enter your age 19 deyirəm. Baxın, your age 19 gəldi bura. Yenə eyni qaydada integer gəlir. Bu integeri götürür, mənimsədir age dəyişənimizə və age dəyişənini də biz burada çapa veririk. Başqa metodlara baxaq görək nə ala bilirik buradan. Next byte var, byte da ala bilirik. Byte və burada deyirəm next byte. Burada next int yazmaq olmur bu arada. Burada nə yazılıbsa ona uyğun metod yazılmalıdır. Next byte deyirəm. Yenə eyni qaydada 19, baxın yenə. Daha sonra baxaq görək nə metodları var. Next int-ə baxdıq, next byte, big decimal, big integer, bunları gələcəkdə keçəcəyik. Məsələn, next boolean var. Mən buna deyirəm ki, boolean və dəyişən deyirəm ki, is active. Bunu da deyirəm ki, sadəcə enter.
Mən bunu run verirəm. Mən buraya true yaza bilərəm. Ya da ki false yaza bilərəm. Bu da eyni qayda ilə dəyəri götürür, mənimsədir bu dəyişənə və burada da biz onu istifadə edirik. Mən bura başqa şey belə yaza bilmərəm. Baxın, input mismatch exception verir. Daha sonra metodlara baxaq. Double var, bir də float var. Məsələn, mən buraya deyirəm ki, double rate deyirəm bura. Buraya deyirəm next double. Məsələn, mən buraya deyirəm 5.2. Baxın, 5.2. Həmçinin bunu floatla da eləmək olar. Float deyirəm və bu səfər bu qızarır. Bura next float demək lazımdır. Yəni 5.2. Yəni hər şey burada eyni məntiqlə işləyir. Dəyər burada tutulur, gəlir, mənimsədilir bu dəyişənimizə və burada da onu istifadə edirik. Başqa nəsə qaldı. Next long var. Long da eyni qaydada, short da eyni qaydada. Yəni burada gördüyünüz hər şey eyni qaydada olur. Bir dənə next-lə next line-ın fərqini bilmək lazımdır ki, next ilk boşluğa qədər stringləri götürür, next line isə bütün stringləri götürür. Daha sonra bu gün keçəcəyik conditional statements. Java'da 3 cür conditional statement var. Bir if else, else if, bir də ki switch case. Yəni bunlara yavaş-yavaş baxaq. Ən birinci if else. Məsələn, mən burada hətta belə deyirəm ki, cout enter your age. Və deyirəm ki, burada int age bərabərdir scanner.next int. Və burada deyirəm ki, if age böyükdürsə 18, cout adult. Run verirəm. Məndən yaş girməyimi tələb edir. Məsələn, mən 19 desəm, baxın adult gəldi. Bu if'in sintaksisi barədə indi danışaq. Bu if'də if yazılır ən birinci, daha sonra mötərizə açılır. Mötərizə açılandan sonra bura bir dənə şərt yazılır. Bunun true false qaytarmasına görə bu fiqurun mötərizələrin içi işləyir. Əgər bura false qaytarsa, bu kod işləməyəcək. Məsələn, mən bura true desəm, bunları da məsələn kommenti aldım. Baxın, birbaşa adult gəldi. Mən bura false desəm, baxın, heç nə gəlmədi burada. Yəni ki, bura true qaytarsa, bura iş görür. Bir də ki, əgər false qaytarsa da heç nə olmur. İndi onun üçün də else-ə baxacağıq birazdan. Bir də ki, if-də belə bir şey var ki, əgər siz if kod blokunda sadəcə bir sətirlik kod yazmışsınızsa, buna ehtiyac yoxdur bu mötərizələrə. Baxın, belə yaza bilərsiniz. Mən bura 19 deyirəm, işə düşür. Amma mən bunun altından tutaq ki, deyirəm ki, test. Və bunu da belə eləyirəm. Mən yenə 19 deyirəm, adult işə düşdü, test işə düşdü. Bir də run deyirəm. 18-dən kiçik ədəd deyirəm, məsələn 7. Baxın, test işə düşdü. Burada sadəcə mötərizə qoyulmursa, if-dən sonra yazılan sadəcə bir sətir if-in kod blokunda sayılır. Digər sətirlər isə onda sayılmır. Amma yəni məsləhət görürəm ki, siz də ancaq belə istifadə eləyəsiniz. Çünki bu cür adamı çaşdırır. If haqqında bu qədər. İndi else-ə baxaq. Əgər bura false gəlirsə, avtomatik gəlir else düşür. Else, mən də burada deyirəm ki, kid. Təzədən koduran deyirəm. 7 deyirəm bura. Baxın, kid. Gəldi 7 burada müqayisə olundu. Bura false qaytardığı üçün bu hissəyə girmədi və avtomatik else kod blokuna gəldi. Yəni, əgər if-dən false qayıdırsa,
Həmin kod avtomatik gəlir else hissəsinə düşür və oradakı kodlar işə düşür. If else barədə bu qədər. Bir də else if var. Else if ardıcıllıqla bir çox şərti yoxlamaq üçün istifadə olunur. Məsələn, mən bura deyirəm ki, else if, məsələn, mən bura deyirəm ki, məsələn, 40. 40-dan böyükdürsə old deyək. Ondan sonra age böyükdürsə 18-dən adult deyək. Else-dəki olduğu kimi qalsın. Mən kodu run eləyirəm. Məsələn, mən bura 45 yazdım. Birbaşa gəldi olda düşdü. Çünki bura true qaytardı. Bura true qaytarandan sonra artıq bu hissələr önəmli deyil onun üçün. Yəni, bura true qaytardı. Bura işə düşdü. Vəsə. Java buralara baxmır. İndi mən məsələn yenə run verirəm. Bu səfər deyirəm 26. 26 deyəndə baxın adult hissəsinə gəldi düşdü. Nə oldu burada? Age-i gəldik buradan götürdük. Mənimsətdik dəyişənimizə və dəyişən burada 26-dır. 26 gəlir burada yoxlanılır. Bura bizə false qaytardığı üçün bura işə düşmür. Avtomatik gəlir else if hissəsinə düşür. Else if-də yoxlayır, görür ki 26 18-dən böyükdür. Gəlir bura true qaytarır və bu kod bloku işə düşür. Və burada else-dəki heç işə düşmür. Yəni bu else if sadəcə bir dənə ola bilməz, çoxlu ola bilər. Məsələn, mən burada bir dənə də else if deyirəm. Burada deyirəm ki, məsələn, age böyükdürsə 7-dən. 7 deməyək, 12 deyək. Saniyə. 12. Vəsə. Və burada siyah deyirəm ki, teenager. İndi də mən deyirəm ki, bura mötərizəni artıq qoymuşuq. Okay. İndi mən yenə yaşı girirəm. Buraya deyirəm ki, tutaq ki 13. 23 yazdıq. 13 deyirik. 13 deyəndə gəlir bura ilə müqayisə olunur. False qaytardı, buranı keçdi. Gəlir digər else if-ə baxır. False qaytardı, buranı da keçdi. Gəlir buranı yoxlayır. Bura true qaytardığı üçün else hissəsinə heç baxmır. Else if haqqında da bu qədər. Bir də if-in içində biz bir dənə də if şərti yaza bilirik. Məsələn, mən buraya deyirəm ki, if age böyükdürsə 60-dan. Bura deyək ki, very old. Məsələn, mən buraya gəlib yazıram 65. Very old, bir də old çap oldu. Else deyək. Baxın, yəni bir dənə if şərtin içində yenə belə if else yaza bilirəm. 65. Baxın, very old. Gəldi 65-i buradan götürdü. Mənimsətdi age dəyişəninə. Ondan sonra gəldi 65-i burada yoxladı. Bura true verdi. Ondan sonra gəlir düşür bu if-ə. Gəldi 65-i burada yoxladı. Bura true qaytardığı üçün bura işə düşdü. Və bura işə düşəndən sonra buradakı else getdi. Və bu if-in də artıq işi bitdiyinə görə, çünki bütün hər şey icra olundu, digər else if-lərə, else-lərə baxmadı. Birbaşa gəldik proqramın axırına. If else, else if barədə də bu qədər. Bir də switch case var. Gəlin bunu switch case-nə yazaq. Məsələn, mən bu səfər burada deyirəm ki, enter day və int day bərabərdir scanner.next int. Və mən burada deyirəm ki, switch day. Switch-in sintaksi də belədir. Burada bir dənə switch keyword yazılır. Ondan sonra hansı dəyişən üzərində şərt olunacaqsa, şərt operatorları hansı dəyişən üzərində olacaqsa, həmin dəyişən bu mötərizələrin içinə yazılır. Mötərizələr burada açılır və burada case yazılır. Bu case də
buna gələn dəyərdir. Məsələn, əgər bir dəyəri gəlsə, qoşa nöqtə qoyulur. Cout Monday. Ondan sonra məsələn deyirəm ki, case 2 cout Tuesday. Məsələn, bir də 3, 4, 5 yazmayaq. Birbaşa default cout other day deyək. Buradakı yəni buradakı default if else-dəki else kimidir. Və bunlardakı adi şərt kimidir. İndi məsələn mən bunu run versəm və deyə gəlib 1 desəm. Baxın, bütün mənim burada yazdığım şərtlər hamısı çapa verildi. Ya da mən bunu run verirəm, bura 2 desəm. Baxın, 2 və 2-dən aşağıdakılar hamısı çapa verildi. Bunun səbəbi odur ki, burada case yazılandan sonra burada bir dənə break yazılmalıdır. Break. Default'a ehtiyac yoxdur, çünki bunun altında ayrı bir case yoxdur. İndi mən 1 desəm, Monday. 1-i götürdü buradan, mənimsətdi day dəyişənimizə. Ondan sonra gəldi, buradakı day-ə baxır. Əgər bu 1-dirsə, Monday yazılır və switch şeyi artıq burada qırılır. Break, yəni onu qırır. Break yazılmasa, burada məsələn break-i yazmasam. 1 desəm, Monday, Tuesday. Gələcək bir Monday-də Monday çapa veriləcək. Break olmadığı üçün avtomatik bu 2-yə baxmayacaq. Aşağıdakı cout-u da çapa verəcək. Amma burada break olduğu üçün default-a düşməyəcək. Ona görə burada həmişə mütləq break qoymaq lazımdır. Default-dakı bayaq dedim else-dir. Məsələn, biz 1 ilə 2-ni nəzərə alaq burada. Məsələn, 3 desəm bura, baxın other day. Gəlir 3-ü burada yoxlayır. 1-dirmi? Yox. 2-dirmi? Yox. Bu ikisindən fərqli nə gəlirsə, default-a gəlir düşür və orada da gəlir ki, other day. Amma yəni bura nə gəlirsə, int tipində gəlirsə, burada da mütləq elə olmalıdır. Məsələn, mən bura deyib salam deyə bilmərəm mən bura. Baxın, qəbul eləmir. Deyir ki, int gözləyirəm, amma sən string daxil edirsən. Bu Java 14-dən əvvəlki yazılışdır. Bir də switch case-in yeni yazılışı var. Məsələn, mən bunu komment alıram, fərqi bir dənə baxarıq. Mən burada deyirəm ki, case 1 və burada ox işarəsi qoyuram. Cout Monday. Burada deyirəm case 2 cout Tuesday. Və default cout other day deyirəm. Mən bunu yenə run versəm, 1 desəm, baxın, artıq bu aşağıdakıları gedir düşmür. Bu yazılış Java 14-dən sonra gəlib, səhv eləmirəmsə. Və daha yeni yazılışdır. Burada hər səfərində break yazmaya ehtiyac yoxdur. Daha sadədir. Yəni, bu yazılış bundan daha sadə görünür. Və günümüzdə də ancaq elə bundan istifadə edirlər. Switch case də belə. Başqa nəsə qaldı mı? Başqa da heç nə qalmadı. Bu qədər. Bugünkü videoda bu qədər. Növbəti videoda görüşərik.